Hamıya salam, mən Tofiq. Bu mənim YouTube kanalımdakı ilk videomdur. Bu videoda Vunna platformunda olan Sendai adlı Windows Box'un write-up'ına baxacağıq. XCT tərəfindən hazırlanmış bu box medium difficulty ilə dəyərləndirilir. Elə isə write-up'ımıza keçək. İlk öncə təbii ki mmap scan ilə başlayırıq. Burada mən bütün portları scan edirəm. Minimum rate optionu ilə 10.000 qoyaraq paketləri çox daha sürətli göndərir. --oin optionu ilə də bunu biz port.txt faylına geridirik. Mən bu prosesi daha əvvəl etdiyim üçün sadəcə faylımızı oxuyuruq. Göründüyü üzrə 53, 80, 88 portumuz açıqdır. Bu da bizə qarşımızda bir ədəd domain controller olduğundan xəbər verir. Bundan sonra müxtəlif metodikaları yoxlamaq olar. Məsələn, mən ilk öncə null yaxud guess şəkildə autentifikasiya etməyə çalışıram. Hansı ki, əlimizdə heç bir credential olmadığına görə ilk öncə bu variantı yoxlamaq daha məntiqlidir. NetExec-dən istifadə edirəm mən bunun üçün və daha öncədən bildiyim üçün həmin IP-ni öz host faylımda sendai.vl hostname ilə birləşdirmişəm. NetExec komandasını işə salırıq. Gördüyümüz kimi null şəkildə autentifikasiya etməyimizə baxmayaraq, yəni burada görürük ki, null şəkildə autentifikasiya edə bilirik. Lakin heç bir şeirə aksesimiz yoxdur. Burada Windows Server 2022 olduğunu, kompüterin adının DC olduğunu, domainin sendai.vl olduğunu görürük. Bundan əlavə SMB signing true'dur, SMB version 1 false'dur. Bunun üçün məlumatlar ala bilərik maşınımız haqqında. Null şəkildə autentifikasiya edə bilmədik. Bundan başqa guest account ilə bunu etməyə çalışaq. Göründüyü kimi guest account ilə bəzi şeylərə read aksesimizin olduğunu görürük. Burada default olaraq IPC var, netlogon sysvol var. Biz ilkin olaraq burada bizə ən maraqlı məsələn Sendai folderına baxa bilərik. Digərlərinə onsuz da aksesimiz yoxdur. Bunun üçün mən SMB client'dan istifadə edəcəm. Ekranı təmizləyək. Və burada no pass optionu yazırıq. Çünki bunu yazmadıqda bizdən davamlı olaraq parol soruşur. Amma guest account'unun bir parolu yoxdur. Qoşulduqdan sonra use komandasını istifadə edib hansı foldera qoşulacağımızı söyləyirik. Biz Sendai'yə qoşulacağıq. Burada müxtəlif folderlar və bir ədəd incident.txt faylını görürük. Gəlin bunu incident faylı götürək. Bundan başqa, məsələn, transfer folderın içində nələr var ona baxaq. Göründüyü kimi burada Active Directory-də istifadə olunan user listi oxşayır. Bunu qeyd etmək bizim üçün gözəl olar. Daha sonra bunlardan bir users fayl düzəldib spray edə bilərik və yaxud brute force edə bilərik. Gəlin incident.txt faylını oxuyaq. Gördüyümüz kimi burada müştərilərə yazılmış bir not var, hər kəs oxuya bilsin deyə və notda bildirilir ki, biz daxil olaraq bir penetration test prosesi keçirmişik və burada əhəmiyyətli dərəcədə akkauntlar ələ keçirilib. Bunun səbəbi isə çox zəif qoyulmuş passwordlardır. Buna görə sistem administratorları yəqin ki sizin parolunuzu dəyişmək məcbur edəcək. Yəni burada görürük ki, sizin next logininiz zamanı affected userlar, hansı userlar ki compromise olunub, yəni ələ keçirilib, o userlər must change, password must change flagı var bildiyiniz kimi. Yəni növbəti logində parolunu dəyişdirməlidir. Burada
bizdə olan users belə deyək, spray edəcəyimiz yaxud brute force edəcəyimiz faylı hazırlayırıq. Daha sonra netexecdən yenə istifadə edərək onların parollarının nə vəziyyətdə olduğunu yoxlayaq. Burada continue on success demək ilk tapdığın, məsələn, tutaq ki biz buraya əgər belə deyək, salam yazmışıqsa və ilk useri tapırsa, ondan sonra netexec dayanır. Biz continue on success deyərək ona prosesi axıra qədər davam etdiririk. Bunu etməyimizin səbəbi isə bizə notda verilən affected userlər növbəti logində parollarını dəyişdirməyə məcbur olunacaqlar deyilməsi idi. Burada kiçik bir səhvlik var. Bunu sendai olaraq dəyişək. Gördüyümüz kimi burada netexec rəngdən də özünü bildirir. Məsələn, Elliot Yates useri status password must change deyir. Eyni ilə Thomas Powell useri də status password must change. Digər userlər artıq daxil olub öz parollarını ehtimal edirəm ki, dəyişdiriblər. Lakin bu iki user hələ login olmadığı üçün parollarını dəyişdirə bilməyib. Bu bizim üçün bir şans ola bilər. Bunun üçün InPacket'in daxilində olan SMB password-dən istifadə edəcəyik. Mən bunu nəzər etmişəm, göstərim. Thomas Powell userinin biz yeni password təyin edirik. Əgər bəxtimiz gətirərsə deyək, bu userin parolunu dəyişdirə biləcəyik. Current SMB password hissəsinə isə sadəcə enter'a basırıq. Password is expired deyirdi bizə. Və biz parolu password was changed successful deyir. Dediyinə görə dəyişdirmişik. Bunu yenə necə yoxlayırıq? Netexec vasitəsilə əslində yoxlaya bilərik. Yəni öz direktoriyamıza qayıdaq. Sadəcə parol, mənim təyin etdiyim və userin adını yazırıq. Görək. Göründüyü kimi prosesimiz uğurla nəticələnib. Mən yenidən Thomas Powell useri ilə sadəcə yenidən hansı şeylər bizim üçün əl çatandır, onu yoxlayıram. Admin və C folderlarından başqa digər bütün folderlar bizim üçün əl çatandır. Ən az read permission ilə, hətta config və sendai folderına write permissionımız da var. Burada bizim ən çox diqqətimizi cəlb edən təbii ki config folderdir, belə deyək. Yenidən InPacket'dən istifadə edirik, SMB client'dan və Thomas Powell useri ilə qoşulmağa çalışırıq. Burada əvvəldə bir səhvlik var. Və parol olaraq da bununla 1-2-3 qoymuşduq. Burada config şeirinə qoşulub, içərisində nə var baxırıq və .sql config var. Bizim üçün maraqlı ola bilər. Və bunun içərisində oxuyuruq. İçərisində gördüyümüz kimi bir ədəd service account'un username və bir ədəd parol var. Bunu qeyd etmək bizim üçün yaxşı olar. Gəlin bu user və passwordun valid olub olmadığını yoxlayaq. Gördüyümüz kimi valid bir credential var. Bloodhound tool'u bunun üçün istifadə olunur. Yəni qısa olaraq başa salmağa çalışsam, domenin şəklini seçir, kimin, hansı qrup, hansı user, hansı obyekt üzərində necə bir permission olduğunu göstərir bizə. Komandamız bu şəkildədir. Sadəcə burada kiçik bir xəta var. Burada biz
ns olaraq name serveri göstərir, yəni domain kontrolörü, -c ilə old, yəni bütün nə var, nə yox, bütün permissionlar, obyektlər, qruplar istəyirik, gəlsin bizə və zip olaraq da faylın formatını göstəririk. Komandamız bu şəkildədir. Burada artıq onu hazır olaraq görə bilirik. Mən daha öncə etmişdim. Bizdə olan Thomas Powell üzərinə baxırıq. O support qrupunun üzvüdür və support qrupunun ADM SVC, bu da bir servis accountdur. Üzərində generic all permissionu var. Sırasıyla geçsək və ADM SVC-nin də MGT SVC üzərində də read GMSA password permissionu var. Gəlin burada söhbətin nədən getdiyini açıqlayayım. Ümumiyyətlə support qrupunun ADM SVC üzərində generic all permissionun olmağı deməyi, yəni o qrup üzərində full kontrola sahib deməkdir. ADM SVC isə MGT SVC üzərində read GMSA password permissionuna sahibdir. Bu nə deməkdir? GMSA əslində servis accountlarla hardasa eyni şeydir. Sadəcə onların credential passwordları mütəmadi olaraq sistem tərəfindən dəyişdirilir və onun parolunu read eləmə permissionu var ADM SVC-nin. Onda burada bizim atak pəzimiz nə cürdür? Əslində kifayət qədər sadədir. Biz Thomas Powell support qrupunun üzvüyük. Deməli ADM SVC üzərində full permissionumuz var. Sadəcə olaraq Thomas'ı ADM SVC qrupunun üzvü etsək, hansı ki biz buna sahibik, çünki həmin qrup üzərində full kontrolumuz var. Həmin qrupun üzvü olaraq MGT SVC-nin parolunu da GMSA passwordunu daha doğrusu oxuya biləcəyik. Bu nöqtədə deyirik. Mən Bloody AD toolundan istifadə edirəm. Burada müxtəlif toollardan istifadə etmək mümkündür. NetRPC falan birbaşa Linux üzərindən edə bilərsiniz. Gördüyümüz kimi komandanı açıqlayaq. Burada hostun IP-sini vermişik. Host name vermişik. Biz kimi, parolumuz nədir? İstədiyimiz nədir? Add group member. Thomas Powell'i ADM SVC qrupunu üzv et. Output olaraq bizə deyir ki, Thomas Powell ADM SVC qrupunun üzvü oldu. Və bu o deməkdir ki, biz o qrupun üzvü olaraq GMSA passwordlarını oxuya bilərik. Bunu oxumaq üçün isə mən NetExec'dən istifadə edirəm. Onun GMSA bir modulu var. Amma burada diqqət edin, LDAP yazırıq, SMB yox. Yəni, düşündüyümüz kimi də oldu. Bizim parol oxumasaq da NTLM hash'ini oxuduq. Bu da bizim üçün sistemə girmək üçün kifayətdir. Mən bunun üçün Evil WinRM'dən istifadə edirəm. Sadəcə burada username olaraq MGT SVC dollar işarəsi və parol yerinə böyük H yazırıq. Bu da hash ilə qoşulmaq istədiyimizi göstərir. Gördüyümüz kimi PowerShell üzərindən artıq qoşulduq. Bu userin desktopuna gəlib ls etsək, gördüyümüz kimi heç bir flag yoxdur. Flag bizim sadəcə C diskimizin altındadır. Bu nöqtədən sonra Windows boxumuzun içərisində nələrsə axtarıb tapmaq, yaxud hazır skriptlər işə salmaq mümkündür. Mən hər zaman Windows boxların içərisində previous check PS1 ilk olaraq bundan istifadə edirəm. Əgər bu tapmırsa, ondan sonra artıq manual olaraq nələrsə etməyə başlayıram. Bu skripti köçürdükdən sonra sadəcə ilk olaraq import edirik. Ardından invoke previous check komandasını işə salırıq. Bu bizim üçün avtomatik olaraq əgər sadə tapılan bir privilege escalation metodu varsa bizim üçün tapır. Artıq ekranda da görə bilirik ki, bu cür bir proses var bizim Windows'umuzda.
hansı ki helpdesk.exe faylı işə salınıb və bu faylın ümumiyyətlə nə işə yaradığını ilkin olaraq bilmirik, amma bildiyimiz tək şey Clifford Davey useri var, hansı ki bu password ilə -k option ilə də bir şeylər edib, amma anlamadıq. Onu buraya köçürək və exit edək. Həmin bu userin valid olub olmadığını yoxlayaq. Bunun üçün də yenə netexecdən istifadə edirəm. Burada -p optionunu qoymamışıq. Gördüyümüz kimi userimiz validdir. HTTP portunun da açıq olduğunu görürük. Bu nöqtədə yenə siz Bloodhound-dan istifadə edə bilərsiniz, yaxud həmin userlə daxil olub hansısa bir escalation edə biləcəyinizi yoxlaya bilərsiniz. Mən burada birbaşa bizə həll verəcək olan yolu göstərirəm. Burada biz netexec'in ADCS modulundan istifadə edə bilərik. ADCS üzərindən bir privilege escalation həyata keçirəcəyik. Gördüyümüz kimi sertifikat serverə aid bəzi məlumatlar gətirdi bizə. Ümumiyyətlə sertifikat server enumeration ya da escalation'ı adətən, yəni avtomatlaşdırılmış olaraq adətən deyək, Certify tool ilə həyata keçirilir. Python'da yazılmış bir tooldur. Oliver Liak tərəfindən əgər sertifikat server nədir, nə üçün istifadə olunur, orada olan terminlər, texniki terminlər nədir və bunlar eskalasiya üçün nə cür istifadə olunur öyrənmək istəyirsinizsə, Oliver Liak'ın GitHub səhifəsinə baxa bilərsiniz. Orada wiki hissəsində bütün metodlar üçün kifayət qədər açıq, aydın və praktiki olaraq hər şey demək olar ki, göstərilib. Məlumatımızı da verdikdən sonra gördüyümüz kimi Certify AD toolunu istifadə edirik. Sadəcə deyirik find. Burada parol yazmamışıq. Parol hissəsində qeyd etdik. Sadəcə olaraq find deyirik, yəni bizə vulnerable ola biləcək sertifikatları tap. Sonra komandamızı işə salırıq. Burada komandanın sonuna vulnerable və std.out desəz, bizdə burada txt faylına və JSON formatında JSON faylına yazdı. Biz onun içərisindən oxumalı olacağıq, amma siz vulnerable və std.out desəz, birbaşa output olaraq sizə verəcək. Vaxtı uzatmamaq üçün grep danger deyirəm, görək dangerous hansı sertifikatlarımız var. ESC 4 sertifikat. Yəni düzdür, adı bu cür deyil, sadəcə bu vulnerable'lığın deyək adıdır. Bu nə deməkdir? ESC 4 demək bizim burada hansısa bir, mən qreplədiyim üçün tam açıq aydın görmürük. Gəlin bu cür göstərim. Göründüyü kimi ESC 4 zəifliyi olan sertifikatı tapdıq. Onun template name'i Sendai Computer'dır. Burada həmin sertifikat haqqında məlumat ala bilərsiniz. Bundan başqa requires manager approval var, false-dur. Hansı ki biz sertifikatdan istifadə etdiyimiz zaman hər hansısa bir menecerin approval olsun, yoxsa olmasın mı? Təbii ki, bunlar bizim görmək istədiyimiz, istismar etməsi çox daha asan olan konfigurasiyalardır. ESC 4 boşluğundan bəhs etmədən öncə ESC 1 boşluğundan bəhs edim. ESC 1 zəifliyi deyə sizin sertifikat serverləri öyrəndiyiniz zaman qarşınıza çıxa biləcək ən bəsit zəifliyidir. ESC 1 zəifliyini qısa olaraq bəhs edəcəm. Siz sertifikatla autentifikasiya etdiyiniz zaman əgər ESC 1 zəifliyi varsa, sertifikatlarda san, yəni subject alt name. Bu o deməkdir ki, biz autentifikasiya edərkən sertifikat ilə
subject alt name'i dəyişdirmə hüququ verilir bizə. Bu da kimin adı ilə autentifikasiya etdirməkdir. Və bu kifayət qədər ciddi bir boşluqdur. Yəni əgər mən X üzeri olaraq sertifikatı göndərərkən sertifikat serverə kimin adından, yəni hər kimin adından göndərə bilirəmsə, mən bu hər kimi administrator olaraq seçərəm. ES1 boşluğu qısaca budur. Yenə dediyim kimi Oliver Liak'ın GitHub səhifəsindən daha detallı məlumatı ala bilərsiniz. ES4 zəifliyi isə hər hansı bir template üzərində varsa, bizim əldə keçirdiyimiz userdə həmin template üzərində biz full kontrola sahib deməkdir. Və biz full kontrola sahib isə, onda bunu ES1-ə çevirmək kifayət qədər asan olacaq bizim üçün. Yəni subject alt name'i istədiyimiz kimi dəyişə bilək konfigurasiyasını verəcəyik. Bunu necə edirik? Bu hissədə qısa bir xəta yaşadıq. Yaşadığımız xəta nə idi? Sadəcə certify AD tool'u template funksiyasını daşımırdı. Buna görə də mən GitHub səhifəsində olan certify'ı yüklədim. Python'da bir virtual environment yaratdım. Onun üzərindən tool'u yenidən yükləyib bu şəkildə istifadə edirəm. Gördüyümüz kimi işlədi. Bizdən soruşur ki, sən əminsən bu dəyişiklikləri etməkdə? Deyirik ki, əminəm. Bundan sonra gördüyümüz komanda ilə yenidən vulnerable sertifikatları list edə bilərik. Gördüyümüz kimi bir txt faylı çıxartdı. Burada yenidən danger yazaq. Olmadı. ESC1 yazaq və gördüyümüz kimi ESC1 zəifliyini əmələ gətirmiş olduq. Bundan sonrası artıq çox sadədir. Sadəcə sertifikat request'i göndəririk. Clifford DB useri ilə və template'e qeyd edirik və UPN olaraq da administratoru göndəririk. Çünki bizim artıq bu icazəmiz var. Gördüyümüz kimi request'imizi göndərdik. Ola bilsin ilk request'i göndərdiyimiz zaman işləməsin. NetBIOS xətası versin. Elə bu xətanı verməyə yaxşı oldu. Əgər bu xətanı verərsə, sadəcə komandanı yenidən təkrarlayırıq. .pfx faylını aldıq. Artıq sadəcə etməmiz gerəkən bizim üçün həm TGT-ni alır, həm də NTLM hash-i qaytarır. Mən komandanı yenidən işə saldım və gördüyümüz kimi administrator cache faylını aldıq, NTLM hash-i aldıq. Bundan sonra bəsitcə inpaket PSX ilə boxumuza full accessimizin olduğu bir shell ala bilərik. Gördüyümüz kimi enteratory system olaraq sistemə daxil olmuşuq. Əgər psexec çalışmasa, burada smb-exec, vmi-exec, evil winrm kimi müxtəlif metodlardan istifadə edə bilərsiniz. Videomuz bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm.